İfadəni sadələşdirmək üçün, deməli, birinci mötərizədə ortaq məxrəc, ikinci mötərizədə ortaq məxrəc gətirmək lazımdır. Deməli, m çıxılsın 1 ortaq məxrəcimiz olsa, surətdə olur m. Deməli, bu 1-i m çıxılsın 1-ə vurmalıyam. Vurmaq üçün deməli olur üstəgəl m çıxılsın 1. Bölməni vurma ilə əvəz eləyirəm. Bunlara da ortaq məxrəc 1 çıxılsın m-dir. 1 çıxılsın m. Deməli, 3m-i 1 çıxılsın m-ə vurmalıyam. Olasıdır 3m çıxılsın 3m-in kvadratı və üstəgəl bu kəsrin surətindəki 3m-in kvadratı bərabərdir. Burada 1 çıxılsın m-lə m çıxılsın 1 ixtisar gedir, qalır mənfi. Surətdə qalır bu ifadə m-lə m-i toplayıram. Olur 2m çıxılsın 1. Məxrəcdə də deməli 3m kvadratı mənfidir. Bu da müsbət. Bunlar da ixtisar gedir, qalır 3m. İndi bu ifadəni biraz sadələşdirmək lazımdır. Belə ki, mənfini verirəm surətə. Deməli 3m mənfiyə nəzərən də bunu açsam olur mənfi 2m üstəgəl 1 və səliqəli şəkildə 1 çıxılsın 2m bölünsün 3m yazmaqla tapşırığı həll edib qurtarmış oluruq. Burada da olur B variantı. Bu qədər.